Salam dəyərli şagirdlər, bildiyimiz kimi bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 5-ci sinif Azərbaycan dili suallarını izah edəcəm. Videoya keçmədən öncə kanala abunə olsanız və videonu bəyənsəz mənə dəstək olmuş olarsınız. İndi isə başlayaq. Tənbəl dovşan. Bu mətni yəqin şagirdlərimiz diqqətlə oxuyub. Mən də mətni bir də oxumayım ki, vaxt getməsin, yəni şagirdlər sürətli yoxlasınlar. Birinci sualda yazıb ki, heyvanlara quyu qazmaq qərarının gəlməsinin səbəbi nə idi? Bu quraqlıq və susuzluq olduğuna görə. 1-də B. 2-də quyunun ağzının daşlarla qapanmasına səbəb olan hadisə dovşan filin qulağına qışqıranda o da yəni ayağa qalxdı və daşlara çırpıldı, diksindi. 2-də D. Keçək 3-cü suala. Mətnin məzmununa əsasən hansı ifadə nöqtələrin yerinə yazıla bilməz? 3-cü sualda artıq dovşan suya ehtiyacı yox idi, bu yanlışdır. Yəni əksinə dovşan suya ehtiyacı var idi. 4-də mətnin məzmununa əsasən dovşan ilə bağlı doğru fikri müəyyənləşdirin. Yazıb ki, əvvəlcə balacalığını bəhanə edib işdən qaçan dovşan sonradan fil ilə səhərə qədər işləyib quyunu təmizləyir. Bəli, 4-də A. 5-də tün qərəflər vermiş sözün mətnindəkinə fərqli mənada. Baxaq görək burada nə idi? Yəni həqiqi məcazili deyir. Bütün daşlar quyuya töküldü. Bu həqiqi mənadır. C variantında Yunis çöl istisinin şiddətini ancaq indi hiss edirdi, göydən ot tökülürdü. Bu isə məcazidir. 5-də C. Ümid edirəm uşağın səsi sizə mane olmur. 6-da mətnin ideyasına aid olan doğru fikri müəyyən edərək cavab kağızına yazın. Burada yazmışdı ki, diqqət eləsək, ana xətti. Səhvini başa düşüb onu zəhmətlə düzəltmək hörmət və etibar qazandırır. Dovşanın timsalında. 6-da kini yazmaq lazım idi. 7-də hansı cümlədə xəbər frazeoloji birləşmə ilə ifadə olunmuşdur? O tapşırığı eşidəndə canına vəlvələ düşdü. Canına vəlvələ düşmək. 7-də A. 8-də hansı cümlədə fərqləndirilmiş söz zərfdir? Səhər hava soyuq idi. Nə vaxt? C variantı. Zaman zərfi. 9-da biri frazeoloji birləşmə deyil, kömək etmək, etmək, eləmək, olmaq. Bu söz birləşməsi yaratmır. Etmək, eləmək, olmaq. 8-i dedim. Yox, 8-də C üzr istəyirəm. 9-da B kömək etmək. Yəni 8-də C səhər hava soyuq idi. 9-da isə B kömək etmək. Yəni etmək frazeoloji birləşmə yaratmır. 10-da hansı cümlədə fərqləndirilmiş söz anonim kimi işlənə bilər? Burada D variantında tut sözü, bir var kimsə tutmaq, bir də var yediyimiz tut. D variantı. 11-də hansı cümlədə sayın yazışında səhvə yol verilməmişdi? A ilə D-də Rum rəqəminə şəkilçi artırmaq olması yanlışdır. B-də də yüzlərlə, burada da yəni qeyri-müəyyən miqdar sayı bu şəkildə yazılmağa yanlışdır. Ona görə də cavab C olacaq. 12-də qonşu sözündəki sayətlərin hər ikisinə aid olan fikri müəyyən edin. Bilirik ki, diqqətlə baxsaq, 12-də O ilə U. Diqqət edək bura. Qalın A, I, O, U, dodaqlanan O, Ö, U, Ü. Yəni 12-də D daha uyğundur. 13-də azaltma dərəcəsində olan sifəti müəyyən edin. Bu açıq qırmızıdır. B variantı. 14-də hansı cümlədə fərqləndirilmiş söz xüsusi isimdir? Mehriban dərslərini yaxşı oxuyur. Burada sifət deyil, insan adıdır. Yəni 14-də C. 15-də hansı bənddə altına xətt çəkilmiş söz feili sifət deyil? Bunu inkar artıb tapmaq olar. Oxunmuş əsər, oxunmamış əsər. Yəni inkarda olanlar feildir. Amma coşqun sifətdir. Bunu inkarda işlədə bilmiriksə, deməli o feili sifət yox, sifətdir. 15-də A. 16-da hansı cümlədə fərqləndirilmiş söz həm feilin, həm də zərfin xüsusiyyətini daşıyır? Yəni feili bağlamanı soruşur. Oxuyanda, anda, əndə feili bağlamadır. C variantı. 17-də şəxs əvəzi işlənmişlər. A variantında mən sözünə diqqət edə bilərik. 18-də hansı cümlədə sifət isimləşib? İgidlər, kim? İgidlər. Yəni igid sifətli isimləşib. 19-da aslı tərəfi, yəni birinci tərəfi əvəzli, əsas tərəfi, yəni ikinci tərəfi isim olan söz birləşməsini deyir. Burada cavab olacaq 1. Mənim əvəzli, kitabım isim. Keçdik mətnə. İkinci mətndə Jaklar üsyanında yəqin ki, şagirdlərimiz diqqətlə oxuyub. İndi isə keçək o mətnin izahına. 20-ci sualı diqqət eləsək, zadəganların Sadülöv Jakın enli kürəyi var. Nə yükləsən götürər deməkdə məqsədi nə idi? Kəndlərin hər cür istismara və ağır yüklərə dözəcəyini düşünmək. 20-də B. 21-də zadəganlar üsyançıların müqavimətini qırmaq üçün hansı üsuldan istifadə edirlər? Burada diqqət eləsək, başçı Gilyom Kalı danışığı çağıraraq hiylə ilə həbs etdirir.
Bu daha məntiqlidir də. Çünki onu aparıb danışıq adı ilə edam etdirdilər və üsyan dağıldı. Yəni pərakəndəlik yarandı. 21-də C. 22-də tün qərarlar vermiş sözlərin hansında məcazilik yoxdur. Etmə eləmək olmaq olduğuna görə burada faydalı olmağa götürə bilərik. 23-də mətnə əsasən Jakeriya üsyanı məğlub olsa da hansı mühüm tarixi nəticəyə səbəb oldu? Kəndlərin şəxsi asılılıqdan azad edilməsi prosesi sürətləndi. 23-də C. 24-də mətndə verilmiş məlumatlardan çıxış edərək üsyanın səbəbləri haqqında hansı nəticəyə gəlmək olar? Müharibənin gətirdiyi çətinliklər və istismar, ağır vergilər üsyanın başlanmasına səbəb olmuşdu. 24-də A. 25-də kursivlə verilmiş cümlədə yazıb ki, mənası tezləşmək, tez baş vermək, baxaq. Belə ki, üsyandan sonra kəndlərin şəxsi asılılıqdan azad edilməsi prosesi sürətləndi. Yəni tezləşdi, sürətləndi. Bu sürətləndi. Sonuncu sözü yazmaq daha məntiqlidir. Belə, videonu sürətli bir şəkildə izah etməyə çalışdım. Hansısa variantla bağlı bir çətinliyiniz olsa və yaxud ola bilər mənim gözümdən qaçan nəsə olsa, bunu çəkinmədən şərh bölməsində bildirə bilərsiniz. Təşəkkürlər.